Bugündən etibarən ölkədə fəaliyyət göstərən heyvan bazarları müvəqqəti olaraq bağlanır. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif ölkələrdə heyvanlar arasında təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur. Bu isə ölkəmiz üçün də real risk yaradır. Mövzu ilə bağlı daha ətraflı məlumatı hazırda bizimlə canlı bağlantıda olan əməkdaşımız Rəşad Rəşidov təqdim edəcək. O hazırda Ağdaş heyvan bazarındadır. Salam Rəşad, hər vaxtınız xeyir olsun. Buyurun, söz sizdədir. Hər vaxtınız xeyirli olsun Murad, sizi və tamaşaçıları İctimai Televiziyanın canlı efiri vasitəsilə Ağdaşdan salamlayıram. Bəli, biraz öncə qeyd etdiyiniz kimi bugündən etibarən məlum qərara əsasən ölkə ərazisində heyvan bazarları bağlandı. Hazırda olduğumuz regionun ən iri bazarı olan, yəni Ağdaşda yerləşən heyvan bazarda bugün səhər saatlarından qapılarını belə deyək, alıcı və satıcıların üzünə bağlayıb. Belə ki, hər həftənin bugünkü, yəni 6-cı günü məhz bu ərazidə Ağdaş, eləcə də ətraf rayonlardan gətirilən heyvanlar burada satışa çıxarılırdı və burada alış-satış aparılırdı və təbii ki, biraz öncə dediyim kimi məlum qərara əsasən digər bazarlar kimi bu bazar da fəaliyyətini müvəqqəti olaraq dayandırdı. Ümumiyyətlə, bazarlar niyə bağlandı, buna səbəb nə idi və bazarların açılması nə vaxtda planlaşdırılır? Bu suallara isə cavabı təbii ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Coşqun Məhəmmədəliyevdən alacağıq. Hər vaxtınız xeyirli olsun Coşqun müəllim, buyurun. Hər vaxtınız xeyirli olsun. Məlumat üçün bildirirəm ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının apardığı qiymətləndirmələrin nəticəsindən əldə edilmiş məlumatlara əsasən regionu əhatə eləyən ölkələrdə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı risk qrupunu müşahidə edilmişdir. Məhz buna görə də Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi tərəfindən müvafiq qərar qəbul edilmişdir. Qərara əsasən 2025-ci il 25 oktyabr tarixindən heyvan bazarlarının, iri heyvan satışı bazarlarının fəaliyyətinə müvəqqəti şəkildə məhdudiyyətlər qoyulmuşdur. Bəs ümumiyyətlə, belə deyək, bu bazarların həm regionun Ağdaş bazarına və digər sizin regionu əhatə edən bazarların açılması nə vaxtda planlaşdırılır? Nə vaxt bu bazarların yenidən sakinlərin, alıcı və satıcıların ixtiyarına verilməsi planlaşdırılır? Məlumat üçün bildirirəm ki, regionumuzu 4 iri boynuzlu heyvanların, diri heyvanların satış bazarı əhatə eləyir. Hər birində məhdudiyyət tətbiq edilmişdir müvəqqəti şəkildə. Bu bazarların hər birində tam sağlamlaşdırıcı işlər görüldükdən sonra və baytar sanitariya tədbirləri tamamilə yerinə yetirildikdən sonra bazarların açılışını mərhələli şəkildə həyata keçirdəcəyik. Çox sağ olun, ətraflı məlumat üçün. Xatırladım ki, hazırda həm regionun heyvan bazarlarında dezinfeksiya işləri görülür, həm də belə deyək, bazar sahibinə verilən tapşırıqlara əsasən hazırda bazarlarda da, daha da əkləyirsən, bazar ərazisində müəyyən işlərin görülməsi prosesləri də davam etdirilir və xatırladım ki, dezinfeksiya işləri və bu cür görülən tədbirlər təkcə heyvan bazarında deyil, eyni zamanda ət kəsim məntəqələrində paralel olaraq pərakəndə ət dükanlarının ərazisində də aparılır. Hələlik bu saata bizdən bu qədər. İTV Xəbərin növbəti buraxılışında bazarlarla bağlı ən son və dəqiq məlumatları sizin və tamaşaçıların diqqətinə çatdıracaq. Bizdən bu qədər. Murad, söz sizdə. Təşəkkür edirik Rəşad, sizə və müsahibinizə. Yeri gəlmişkən, son günlər